Əgər sizdə paxlava hazırlayarkən üzəri gülləyir və bərabər qızarmırsa, indi sizə izah edəcəm ki, ağızda əriyən ləzzətli paxlavanı necə hazırlamaq lazımdır. Əvvəlcə mayanı aktivləşdirək. Daha sonra onun üzərinə duzu, vanili və şəkər tozunu əlavə edib qarışdırdıqdan sonra yumurtanı, xamanı, yağı, südü hissə-hissə, mayanı da əlavə edib orta yumşaqlıqda xəmiri yoğuraq. Şərbəti yaxşı olar ki, bir gün əvvəldən qaynadın. Bu halda paxlavanın üzü daha parlaq olacaq. Şəkəri və suyu 3-4 dəqiqə qaynatdıqdan sonra limonu və bir xörək qaşığı bal əlavə edib qarışdırıb kənara qoyuram. İçilikdə istifadə etdiyiniz qozu çox xırdalamayın. Şəkər tozu və hillə qarışdırıb kənara qoydum. Xəmiri mütləq 2 dəfə yoğurun. Sobalistin qatı yağla yağlayın. Ara qatların yağlamıram, yağlamağa da ehtiyac yox. Birinci qatı əlavə edib daha sonra ikinci kiçik kündədən sonra istilik əlavə etməyə başlayın. Hər qatı yaxşıca presləmək lazımdır ki, paxlava qaynayarkən içi çölə çıxmasın və yersiz qabarmasın. Yarım saat soyuducuda saxlayıb daha sonra kəsmək lazımdır. Yumurtanı üzərinə çəkdikdən sonra 5 dəqiqə gözlədim. 20 dəqiqə sobada bişirdikdən sonra bıçaqla aralarından ərinmiş çərəyaq əlavə edib sobanın dərəcəsini biraz da düşürüb təkrardan bişməyə qoyun. Dadlı reseptlər üçün izləmədə qal.